Bu ikinci, üçüncü ayədə içində bir başqa məna da var. Ki deyir, və la əntum abidunə ma əbud. Nədə? Siz mən ibadət elədiyimə heç vaxt ibadət eləməyəcəksiniz. Yəni, siz gəlin məndən dayanmayacaqsınız. Yəni, siz yalan danışırsınız. Məni çəkəcəksiniz, əgər bir il ibadət eləyə, ondan sonra çəkib reklam kimi paylaşacaqsınız, gördünüz, ondan sonra gələnin özünüz gəlməyəcəksiniz. Təsəvvür edin ki, məsələn, Həzrət Rasulullah bir dəfə onların o təklifinə razı olaydı. Gör, nə qədər sui-istifadələr eləyəcəkdilər oradan. Bütün o qalanlarının, hətta Peyğəmbər bir dəfə geçsəydi, onlar 100 dəfə gəlsəydi bir dəfənin əvəzində, o 100 dəfəni tarixdən siləcəkdilər, yozacaqlar, don gezdirəcəkdilər ona, belə gecə-gündüz yatmayacaqlar, onu bəzəyəcəkdilər, bu siyasətdir, nə bilim, bu nəmnə idi, bu nəmnə idi, bu nə idi. Çıxardıb ortalıqdan onu zərərsizləşdirəcəklər, Peyğəmbərin o bir dəfəsini eləyəcəklər, gətirəcəklər, qoyacaqlar müsəlmanların qabağını, bax, budur, sən də bütün qabağında əyilməlisən, ondan sonra sən də bu işi görməlisən, nə olar bir dəfə, məsələn, sən də bu haram məclisə girəsən, nə olar bir dəfə sən də toyda oynayasan, məsələn, Peyğəmbər gedin, məsələn, bir sitayiş eləyib, sən nə bir də indi toydur da, içki var da var, nə olsun? Ya orucluqda günorta məsələn də, nə olar da, indi cəmaat da gəlib həyətə, bir dənə ehsan verir qonaqlarındır da, məsələn. Adını da qoyacaq ki, o qonaq Allahın qonağıdır. Amma da bilmir ki, Allah günortaya bunu qonaqlığa çağırmayıb, iftara qonaqlığa çağırıb. Elə deyir. Bu bəhanələri çıxardacaq ortalığa. Həzrəti Rasulullah hamısının kötüyündən deyir, axırda deyir, ləkum dinikum vəliyedin. Mənim dinim özümə məxsusdur. Sizlə mənim mövzum bitdi də, ləkum dinikum vəliyedin.